Azərbaycanda mal bazarlarında heyvan satışına məhdudiyyət tətbiq olunacaq. Mal bazarlarında heyvan satanlar diqqətlə bu informasiyanı özünüz üçün saxlayın, lazım olacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bundan sonra Azərbaycanda mal bazarlarında satılan heyvanların identifikasiya nömrəsi olmasa, onların bazarda satışı qadağan olunacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, burada əsas məqsəd heyvanların sağlam olması, əhalinin sağlamlığının qorunması və onların satışa yararlı olub-olmamasını müəyyən etmək məqsədi daşıyır. Yəni, mal bazarında satılması nəzərdə tutulan heyvanların bundan sonra mütləq Qida Təhlükəsizliyi Agentliyindən identifikasiyası, müvafiq nömrəsi olmalıdır. Bu olmadığı təqdirdə həmin heyvanların mal bazarlarında satışına qadağa qoyulacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən həm də bildirilib ki, Azərbaycanda hazırda 972 min mal identifikasiya olunub. Yəni, bu heyvanların satışı artıq rəsmiləşə bilər. Lakin identifikasiyası olmayan heyvanların mal bazarlarında satışına bundan sonra məhdudiyyətlər tətbiq olunacaq.